Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə oktyabrın 10-da Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskin olacağı, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Temperatur gecə 17-19, gündüz 21-26 dərəcə isti, atmosfer təzyiqi isə 761 mm civə sütun olacaq. Sabah Naxçıvan ərazisində arabir yağıntı ehtimalı var. Havanın temperaturu 20-22 dərəcə isti olacaq. Sabah əksər rayonlarda yağıntı ehtimalı yoxdur. Lakin günün birinci yarısında bəzi dağ-təyə və dağlıq rayonlarda yağış yağacaq, şimşək çağacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli yağıntılar, leysan xarakterli olacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə sulu qar yağacaq. Duman olacaq, mülayim qərb küləyi arabir güclənəcək. Temperatur gecə 14-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.